Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Allah hər kəsin əziyyətinin qarşılığını versin inşallah. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Demək, belə bir məsələdən bugün istəyirəm danışım. Adətən bu suallar çox olur. Yəni, bu çox müzakirə olunan məsələlərdən biridir. Müxtəlif fikirlər var. Yəni, hər dəfə həm müzakirə, həm mübahisə mövzusu olur. Hərə öz fikrini bölüşür. Həmişə də maraqlı olan bir məsələdir ki, belə bir sual ortaya çıxır ki, bildiyiniz kimi Azərbaycanda yerli keçilərimiz var. Hansı ki, bu bizə dədə-babadan da, yəni neçə illərdən Azərbaycanda olan yerli keçi cinsi var. Bir də son illərdə, son deyək təqribən bir 30 ildə Azərbaycana müxtəlif fərqli yerlərdən gətirilmiş heyvanlar var. İstər Saynən keçisi olsun, Hələb keçisi olsun, Alpin olsun, Alpinin ən belə populyar növü olan, hansı ki, bu Amerika tərəfindən patentləşdirilib, ayrıca bir ad qoyulmuş olan Oberhaşli deyək də, ona da yəni o Oberhaşli gedir. Və Angol Nubiyan keçisi olsun, daha sonra ən sona bizə ölkəyə gətirilən dövlət tərəfindən subsidiya ilə Mursiana, yəni İspan sortu olsun, Mursiana Granada gedir o. Yəni bu və zamanla da bunların gəlib bizim yerli keçilərlə mələzlənməsindən, bir də məsələn bizdə Sovet dövründə olubdu. Angora keçisi var, Ankara keçisi. Bu əsasən o yunundan istifadə olunan. O vaxt Sovet dövründə bir layihə olubdu. Onu gətirib bizim yerli keçilərlə mələzləyiblər. Hal-hazırda Azərbaycanda yəqin ki, qarşınıza çıxa bilər. Bizim yerli keçi cinslərinin bəziləri var ki, qışda o kaşmir dediyimiz tükün altından çox qalın, qatı bir tük təbəqəsi çıxır və sonra yaz gələndə də onu tökür. Bunlar həmən o Ankara keçilərinin, Angora keçilərinin mələzlərindən qalanlardır. Yəni, ümumi götürəndə hal-hazırda Azərbaycanda Hələbdir, Sanəndir, Alpindir, Mursianadır, Angol Nubiyandır. Ondan sonra Sanənin özünün müxtəlif növləri var Azərbaycanda. Türk Sanəni var, hansı ki, Türkiyədə son 40-50 ildə seleksiya ilə, mələzləmə ilə, yerli keçi ilə mələzləmə ilə ortaya çıxanı var. Rus Sanəni deyilən bir yanaşma var, bu tüklü olan. Türkiyə Sanənləri də tüklü olur, yerli keçi ilə qarışdırılıb deyə. Daha sonra başqa cinslər də var, məsələn, gəlir Azərbaycana, amma ən populyar yayılanlar bunlardır və bir də bunlardan ortaya çıxan mələzlər var. Yəni, bu günləri Hələb adından və yaxud da ki, Sanən adından bazarda çox heyvan var. Yəni, hər biraz qulağı uzun olan, nə bilim, biraz burnunda əyirlik olan heyvana, biraz forması fərqli olana Hələb deyirlər. Biraz rəngi ağ olan, ağ rəngdə olana artıq bəzən Sanən adından insanları aldatmağa çalışırlar. Və ortaya belə bir sual çıxır ki, hansı keçi cinsi yaxşıdır yəni? Məsələn, kim hansı keçi cinsini saxlayırsa, ondan xeyir götürə bilirsə, iddia edir ki, bu cins yaxşıdır. Məsələn, Sanəni saxlayıb, Sanəndən faydalanan, ondan xeyir götürə bilən, onu belə deyim də, təsərrüfatını quran adam iddia edir ki, Sanəndən yaxşı keçi yoxdur. Hələbi saxlayan, Hələbdən xeyir götürən iddia edir ki, Hələbdən başqası yalandır. Və yaxud da ki, Hələb keçisini alıb uyğunlaşdıra bilməyən, onu saxlaya bilməyən, orada zərər eləyən adam başlayır Hələb keçisini söyməyə ki, bu heyvan deyil, bunu qapıya buraxmaq lazım deyil, bu normal deyil. Yerli keçi müdafiə eləyənlər çoxdur ki, yerli keçidən başqası yalandır, ən idealı yerli keçidir. Nə bilim, Alpinin dediyim kimi, bu dəqiqə Azərbaycanda 2000-ə, 2500-ə satılanları var. Oberhaşlinin, hansı ki, o
qızılı rəngdə olub, belindən qara zolaq gedən, ayaqları dirsəyə qədər qara olanlar. Bu Oberhaşlidir yəni. Bunun elmi adı dünyada, hansı ki Amerikanlar alpin keçi cinsindən götürüb, həmin rəngi seleksiya ilə bir cins kimi formalaşdırıblar, patentləşdiriblər. Dünyada bu gedir Oberhaşli. Alpinin isə özünün 6-7 müxtəlif rəngi var, yəni boz üst beli, qara zolaqlı gedə bilər. Amma bizim burada bu çöər var ya, bax bu çöər formasında olan alpinlər var. Ağ rəngi olan, ala olan var, qara rəngdə olan alpinlər var. Yəni alpin keçisi müxtəlif rənglərdə ola bilər. Amma Azərbaycanda alpin deyəndə ilk ağla gələn həmin Oberhaşlidir. Buna görə məsələn Mursiyananı daha yenidir Mursiyana. Adətən insanlar daha çəkincən buna yanaşır. Hələ bilinmir ki, bu nə effekt verəsidir, nə cür uyğunlaşasıdır. Azərbaycana gəldiyi təqribən 5-6 ildir. Və yeni və ən saf qalmış cinsdə hələ ki, mələzlənmə çox olmayıbdır və fiziki görünüş olaraq da digər keçilərdən çox fərqləndiyinə görə onun məsələn təmizini mələzindən daha asan seçmək olur. Nəinki məsələn bu dəqiqə bizim qapıda olan bu sanənlərin. Bu arada sanənin də məsələn Azərbaycanda müxtəlif növləri var. Macar sanəni var, Fransız sanəni var, nə bilim ondan sonra Holland sanəni var, İsveçrənin sanəni var. Yəni ona görə təmiz qarışıb, yəni qatma qarışıq bir şey əmələ gəlib Azərbaycanda. Kiminsə haqqına girmək olmaz. Təmiz qan olan hansı ki vaxtilə özü ölkə xaricindən gətiribdir, hələ də saxlayır. Sanəni də var, alpini də var, Hələbi də var. Təmiz qanlar var. Bəzən insanlar iddia edir ki, nə bilim Azərbaycanda təmiz Hələb yoxdur, Azərbaycanda təmiz sanən yoxdur, təmiz alpin yoxdur. Ya bu çox ciddi elə deyim də iddialardır. Onu sübut eləmək üçün, onun tam doğru olduğunu demək üçün gərək Azərbaycandakı bütün keçiləri biz götürək, onun genetik bir analizini aparaq və ondan sonra iddia edək ki, yox, nə bilim bu. Bu arada bir də Hələblə bağlı belə bir yanaşma da var. Şami deyilən bir cins də ortaya çıxarıblar. Hansı ki, nəzəriyyədə Şami deyilən bir cins yoxdur. Yəni, sadəcə olaraq bunu Hələb keçisi, Şam keçisidir. Yəni, Şam da haradır? Suriyanın şəhəridir, yəni Şam şəhəri. Bu keçi cinsi oradan gəlir. Amma tarixinə gedəndə Hələb keçisinin özü də Türkiyədən keçib. Yəni, o vaxtı, daha doğrusu Osmanlının tərkibində olduğuna görə Suriya, yəni bunun mərkəzi oradır. Yəni, təmiz qan Hələblər oradadır. Bu dəqiqə dünyada ən ideal təmiz qan Hələb təsərrüfatları şeydədir, Kipirdədir, yəni Yunan Kipirindədir və bütün dünya onlar satırlar. Düzdür, Türkiyədə də var, amma ən əsası təmizi oradadır, yəni çox böyük belə deyim də təsərrüfatlar var orada. Ona görə yəni bunun ciddi şəkildə davası gedir. Məsələn, məndə burada ala keçilər var. Bunlar Rus keçisidir. İndi mən də bir nəfərdən alıb gətirmişəm. Deyilənə görə Rusiyadan gəldilər. Bu Rus keçisi nədir? Bunlar da böyük ehtimal ki, ala rəngdə olması Rusiyada sanən zaten mələzlənib ortaya çıxan bir heyvandır. Tük quruluşu fərqlidir, buynuz quruluşu fərqlidir. Yəni bu ümumi olaraq nə demək istəyirəm? Azərbaycanda bu dəqiqə çox keçi var. Ya burada hansı keçi cinsi yaxşıdır, hansı keçi cinsini məsələn bəzən insanlar belə bir sual ortaya çıxır, bəzən nə bilim belə məsləhət də istəyirlər ki, mən hansı keçi cinsini alım, hansı keçi cinsini saxlayım, hansını alsam faydalı olar, hansını alsam sərfəli olar, xeyir eləyə bilərəm. Açığı bu suala cavab vermək çox çətindir. Nəyə görə çətindir? Çünki burada bir neçə faktor var ki, bunu mütləq nəzərə almaq lazımdır. Bu faktorlar nələrdir? Ən birincisi, bu keçini hansı şəraitdə saxlayasınız? Məsələn, açıq şəraitdə, dağlıq bir ərazidə gündə 15-20 kilometr məsafə gedib gələcəksə bir heyvan, burada mən kiməsə deyim ki, get sanən keçisi al, o dağlarda otar və yaxud da ki, Hələb al, o dağlarda otar, xeyir tapar, götürəsən, bu yalan olar. Və yaxud da ki, məsələn, heç bir otlaq ərazisi yoxdur, ancaq qapalı şəraitdə bu heyvan baxılasıdır və bu heyvanın südündən istifadə olunası, süd kimi satılasıdırsa, mən desəm ki, yerli keçidən başqası yalandır.
get al yerli keçini, qiyməti də ucuzdur, şəraitə də yaxşı uyğunlaşır. Yəni al, bax, bu da yenə yalan olar. Həmin adam ciddi şəkildə zərər eləyər, təsərrüfatı batar. Və yaxud da ki, misal üçün adam pendir satmalıdır. Mən o adama məsələn sanəni və yaxud da ki, nə bilim, alpini, hansı ki, bunların südünün yağlılığı digər cinslərə görə daha nisbətən daha azdır. Bunu məsləhət görsəm, yenə zərər eləyəsidir. Çünki verdiyi yem miqdarından, baxım xərclərindən oradan aldığı pendiri, yəni burada bəzən insanlar deyə bilər ki, məsələn, niyə ki, Sanən də hələ Alpin də yaxşı pendir verir. Mən demirəm bu pendiri olmur. Pendiri olur, amma məsələn bir Mursiana ilə, bir yerli cinslə, bir hələblə müqayisədə südün yağlılığı daha az olduğuna görə pendir alımı daha aşağıdır. Yəni, məsələn, süd olaraq müqayisə eləsək, sanənin üzərinə bir keçi cinsi yoxdur. Hansı sanənin? Təmiz sanənin. Hansı ki, təmiz qan olan sanənlərin və alpin də sanənlə demək olar ki, başa-baş yarışan bir heyvandır. Bu iki cinsin üzərinə süddə yarışacaq bir cins yoxdur. İstər südünün miqdarı, istər laktasiya dövrü, istər nə bilim o südünün süd olaraq yararlılığında sözsüz ki, bu cinslər idealdır. Amma məsələn bir Angol-Nubiyan olsun, bir Hələb olsun, bir Mursiana olsun, bunlarla da pendirdə yarışa bilmir Sanən və ya Hələb və Hələbin, Angol-Nubiyanın, nə bilim, Mursiananın pendirini satmaq əvəzinə südünü satmaq da, hətta yerli keçinin südünü satmaq təsərrüfat sahibinə xeyir eləməz. Yəni nəyə görə xeyir eləməz? Çünki az miqdarda süd alırsan və onu da və rəqabət də apara bilməzsən. Yəni məsələn, adam var, 10 keçisi var, gündə 10 keçidən 40 litr süd sağır. Sən də yerli keçi saxlayırsan, 10 keçidən gündə 10 litr süd sağırsan və hər iki təsərrüfatda südün litrini 3 manatdan satır. Biri günə qazanır 30 manat, biri günə qazanır 140-120 manat. Yəni bunların rəqabət aparmağı da məntiqli deyil. Ona görə burada bu məsələlər mütləq vacibdir. Yəni bir keçi təsərrüfatında qurulanda və bir digər məsələ şərait, iqlim şəraiti. Məsələn, deyək Mursiana soyuğa dözümü azdır bu heyvanın. Hələb ilk başlarda soyuğu çox sevməz. Yaradılış olaraq da hələbin qulağının uzun olmağı o deməkdir ki, qulağı uzun olan heyvan isti havaya daha dözümlüdür. Qulağı gödək olan heyvanlar soyuq havaya daha dözümlü. Məsələn, bir alpin sanən soyuğa daha yaxşı uyğunlaşır. Onlar da istiyə dözümü yoxdur. Ümumiyyətcə, keçi təsərrüfatı qurulanda bunu ciddi şəkildə diqqətə almalısınız ki, isti havada heyvanın verimliliyi ciddi şəkildə düşür. İstər südün miqdarı olsun, istər südün keyfiyyəti olsun, istər südün qatılığı olsun, bu ciddi şəkildə düşür. Və o isti havada süddən alınan pendirin də keyfiyyəti ölür. Yəni, keçi təsərrüfatında hansı cinsin yaxşı olduğunu iddia eləmək üçün biz baxmalıyıq saxlanma şəraitinə, açıqdırmı, qapalıdırmı, otlaq şəraitinə, dağdırmı, düzənlikdirmi, ondan sonra oradakı otun tərkibinə, dam şəraitinə, havanın iqlim formasına, bunları nəzərə alandan sonra, daha sonra baxmalıyıq, biz bunun ətli kimi istifadə eləyəsirik, damazlıq olaraq mı satmalıyıq, südünü mü satmağı planlaşdırırıq, pendirini mi satmağı planlaşdırırıq və bunları hamısını götür-qoy eləyəndən sonra biz çıxıb iddia eləyə bilərik ki, misal üçün, məsələn, mən özümüzdə nümunə verim, bizim ərazidə, Ağstafa rayonunda, bizim yerləşdiyimiz ərazidə Sanən keçisi effekt vermir. Niyə effekt vermir? Süd olaraq satacaq olsam, effekt verir. Otlaq ərazisi var, bol südün də verəsidir. Amma məsələn, südündən pendir olaraq istifadə edəndə Sanən effektli deyil, az alınır. Hava çox istidir, Sanən dözə bilmir. Məsələn, yayda heyvan sərilir bir qıraqda, yediyini də həzm eləyə bilmir, süd miqdarı da düşür. Yem verirsən, bu dəfə həzm daha da çətinləşir, heyvan öləcək olur. Yəni, sərin bir yer olmalıdır. Məsələn, bizdə yerli keçi daha dözümlüdür. Hələb nisbətən Sanəndən daha dözümlüdür. Amma mənim təcrübəm, gördüyüm budur ki, bizdə mələz daha keyfiyyətli olur. Yəni, plus da məsələn, Sanənin balasından ət almaq demək olar ki, ət verimi çox aşağıdır. Yəni, ət verimi aşağı olduğunu, ətə gəlməsi çox aşağıdır Sanənin. Bir
Hələflə müqayisədə, bir yerli keçi ilə müqayisədə, bir Mursiana ilə müqayisədə açığı mən Alpin alıb burada saxlamadığıma görə Alpinlə bağlı bir söz deyə bilməsəm, amma bu digərlərini təcrübə eləmişəm ki, məsələn, Mursiyananın ət tutumu, ətə gəlməyi, yeyimciliyi daha yaxşıdır Sana ilə müqayisədə. Yerli keçi məsələn daha yaxşı uyğunlaşır. Ona görə məsələn bizdə çox adam bəzən sual verir ki, niyə bu cinsi qarışdırırsan, niyə saf cins saxlamırsan? Ya valla qardaş, mənim saxladığım şəraitə uyğun, mən əgər bu heyvandan gəlir əldə eləmək istəyirəmsə, hal-hazırda mənə mələz daha sərfəlidir. Bir də burada keçinin qulağının forması, bədəninin forması, burnunun forması, qulağın uzun və ya qısa olmağı, rəngi heç nə əhəmiyyət daşımır. Əsas keçinin boyunun böyüklüyü, balacalığı ciddi şəkildə əhəmiyyətsiz bir şeydir. Yəni burada əsas vacib olan məsələ nədir? Siz o heyvandan verimlilik ala bilirsiniz. Məsələn, süd lazımsa süd ala bilirsinizmi? Bala lazımsa bala ala bilirsinizmi? Ondan sonra deyək ət verimliliyi varmı? Sizə hansı sərfəlidir? Yəni bir təsərrüfat quranda bunlar əsas vacib məsələdir. Yoxsa cins olaraq hə bu günləri yenə deyirəm, Azərbaycanda bu gün 2500-ə satılan Alpin keçisi var. Bu gün Azərbaycanda 1000 manata, 1500 manata satılan Hələb keçisi var, Sanən keçisi var, nə bilim, Anqol Nubiyan keçisi var. 700-800 manata, 1000 manata satılan Mursiyana var. Bu bir heyvanın yem də çox vacib məsələdir. Yəni otlaq şəraiti vacib məsələdir. Baxım çox vacibdir. Baxan adam çox vacibdir. Bunlar hamısı üst-üstə gəlmədikdən sonra mən bu gün gedim, tanıdığım adamlar da var. Məsələn, gündə 5 litr, 6 litr süd verən keçisi olan insanlar var. Mən həmin heyvanı gətirim bu quru düzlərdə, pis dam şəraitində, yaxşı qida olmayan bir yerdə mən o heyvanı gətirim, burada ölüb gedəsi o heyvan. Çünki heyvan nə qədər çox süd verirsə, immuniteti o qədər zəifləyir. Xəstəliklərə qarşı o qədər dözümsüz olur və o qədər də verimi aşağı düşür yəni. Ya, mən getdim 2500 verdim, 10 dənə keçi aldım 25.000 manata. O demək deyil ki, keçi gəlib burada tam effekt verəcək. Xeyr, keçi hansı şəraitdə saxlanılıbdır, hansı yeməklər verilibdir, baxımı necə olubdur, onu mən eləyə bilmədikdən sonra yalandan gedim pul verim, yığım. Nə olsun? Mən 4-5 ildir sanənləri aldım, gətirdim. Bəlkə bir 30-40 dənə sanən öldü, getdi yəni. Dağ boyda keçilər öldü, getdi, inək boyda heyvanlar. Ya, təcrübə göstərdi ki, yəni əsas məsələ pulla heyvanı alıb gətirmək deyil. Ən ciddi məsələ o heyvandan başınız çıxırmı? Düzgün qulluq eləyə bilərsinizmi? Düzgün yem rasyonu verə bilərsinizmi? Düzgün dam şəraitiniz varmı? Ən vacib bunlardır. Məsələn, bizim bu keçi maşallah ekiz bala verdi. Bu heyvanın bir məməsi var, yəni alanda mən bunu təsərrüfatda, professional təsərrüfatda bir tərəfi yırtılmışdı. Tək tay yelindir. Yəni bunu kiməsə satmaq istəsən şey eləyəsidir ki, bu yerinin biri yoxdur, yəni qiymətini aşağı salasın. Amma mən bunu tək yerin olmağına baxmayaraq heç iki yerini olan keçilərə belə dəyişmərəm. Çünki mən bilirəm heyvanın nədir, verimi nədir. Yəni burada nəyi demək istəyirəm? Əsas məsələ heyvanın boyu, görünüşü, ölçüsü, nə bilim, şey deyil. Heyvandan siz verim ala bildikdən sonra gözü kör də olsa, ayağı topal da olsa, yəni heyvan sizə fayda verirsə, bitdi yəni iş. Ümumi olaraq bu qədər. Bunlar da bizim çəpişlərimizi yerini zəbt eləyən 2 dənə eksklüziv cinslərdir. Bunlara burada bir balaca xudmanı yer böldük. Artıq bunların yeni əraziləri buradır. Çəpişlərin yerini biraz genişləndirdik ki, artıq yavaş-yavaş maşallah olsun, böyüyürlər. Onlar da hərəkətli olsunlar, rahat olsunlar. Bunlar da artıq son anlarına qədər burada bu şəkildə yaşayacaqlar. Bunlar yəqin mart ayının sonunda da ətli kimi inşallah hara qismət olarsa ya özümüz kəsərik, ətli kimi gedəcəklər, biraz cana gəlsinlər. Ümumi olaraq bu qədər. İndi kiminsə əlavəsi olarsa, əlavə eləmək istəyərsə, bölüşərsə şad olarıq. Mənim şəxsən bu bir neçə illərdə gəldiyim qənaət budur. Yəni yenə deyirəm, bu mənim şəxsi fikrimdir. Hər kəsin də fikrinə hörmət eləyirəm. Kiminsə, nə bilim,
Məsələn, bu bizim mələzdir də. Bunun dədəsi Sanəndir, anası Hələbdir. Ya, bu heyvan düz deyirlər ki, məsələn, birinci mələzdən təkə olmaz. Nəyə görə? Çünki e, deyilir ki, anadan mı bu çox gen götürüb, atadan mı çox gen götürüb, nə olasıdır. Amma məsələn, əgər bunun atası da, anası da sizdədirsə və hər ikisi də yaxşı heyvandırsa, təmiz heyvandırsa, keyfiyyətli heyvandırsa, bunun balası da 100% keyfiyyətli olacaq da. Bundan təkə də saxlamaq olar. Bu gün adam var, gedir bazara, gözü yumlu, bilmir bu nədir, dədəsi, anası nədir, elə görünüşünə aldanır, yekədir deyib gətirir. Məsələn, damazlıq təkə gətirir, sabah da o hansısa bir xəstəliyi gətirə bilər, heyvanı ümumiyyətcə cırraşdıra bilər, verimini aşağı sala bilər. Amma məsələn, bizim bu heyvan, mən bilirəm ki, onun anası nədir, dədəsi nədir, nənəsi nə olub, babası nə olub, nə bilim, bütün neçə cəddini bildiyimə görə ara qalanda bundan da mən damazlıq kimi istifadə edə bilərəm. Yəni bəzən bu yanaşmalar da var, amma siz məsələnin bir nəzəri tərəfi var, bir də məsələnin praktik tərəfi var. Yəni nəzəriyyədə hər şey çox mükəmməl yazılır, amma təcrübəyə gələndə, praktikə gələndə, işin təcrübə tərəfinə gələndə baxırsan ki, tam fərqlidir. Ona görə məsələn düzdür, insanlar öyrənməlidir, maariflənməlidir, nəzəriyyəni də mütləq bilməlidir. Amma ən gözəl məsələ təcrübədir. İnsan ən yaxşı təcrübə ilə öyrənir. Bu da bizim çəpişlər. Maşallah olsun, yavaş-yavaş böyüyürlər, artıq özlərinə gəlirlər. Bunları artıq addım-addım otla tanış eləməyə başlayırıq. Çünki bir 3 həftəlik olublar. İçlərində düzdür, balacaları var, son bir neçə gündə olanlar var. Onlar daha körpədirlər, amma hansılar ki 3 həftəsini keçirlər, onlara yavaş-yavaş ot verməyə başlayırıq. Keçən videoda sizə demişdim ki, nəyə görə? Bunların yerini təmiz böyütdük. Bura bunların yeridir. Biraz böyüyəndən sonra burada bunlara dar gəlməyə başlayasınız. Amma ən azından bir 2 ayına qədər bunlar burada rahat eləyəsidilər. İndi 2 aydan sonra onsuz da havalar da mülayimləşdiyinə görə yavaş-yavaş heyvanlar da çöldə qala bilər. Bunların da bəzilərinin onsuz da indi erkək balalardan məsələn demək olar ki, hamısını satıram yəni. İrəlidə bir video ilə də təmiz erkəklərə ayırıb bir paylaşım eləyəcəm. Kimin üçün maraqlı olarsa dişi bala satdıq yoxdur. Dişi bala həm o qədər çox deyil, həm də özümə söz vermişəm ki, çalışdığım qədər kənardan artıq heyvan alası deyiləm. Özümün təsərrüfatında olan dişi balaları artırmaq üçün istifadə edəcəm. Sağlıq olsun. İləriki illərdə artıq heyvan sayı müəyyən qədər artandan sonra istəyən olarsa dişi bala da bəlkə sata bilərik. Amma erkək balalar təmiz hələb də var. 3 dənə təmiz hələbdir. Birinci mələzlər var. Sanənlə mələzi, Mursiana ilə mələz var. İkinci F2 deyilən mələzlərimiz var. Qiymətləri də indi kim istəyərsə yazar şəxsiyə. Mən belə deyə bilərəm ki, 70 manatla 150 manat arası dəyişəsidir qiymətlər. Məsələn, bu mələzdir, bunlar mələzdir. Bu qara mələzdir. Burada bir uzun qulağı var idi. Hələb. O məsələn mələzdir, ikinci mələzdir bu. Bu alaqulaq ikinci mələzdir, yerli keçidir. Mələzdir bunun anası, yerli keçidir hələb. Bu ikinci mələzdir. Mən erkəkləri bir gün ayırıb, ayrıca bir videosunu sizlə bölüşərəm. İndi kimlər istəyərsə, damazlığa, nə bilim belə saxlayıb ətli kimi istifadə eləməyə Allah xeyir versin. İnşallah istəyən olarsa yaza bilər. Nömrəmiz kanalımızda var. YouTube'da var nömrəmiz. İstəyən olsa oradan götürüb əlaqə saxlaya bilər. Bu qara məsələn təmiz hələbdir. Atası paylaşmışam, anası bizim özümüzün qapımızda doğulmuş bildiyim bir heyvanın balasıdır. İlk balasıdır, şükür Allaha. Verimi də pis deyil, məni qane edir. 3-4 litr süd vermir, amma hələ onsuz da bilinmir nə qədər süd verdiyi. Amma qane eləyir. Bu balanın özü, keçən videolarda demişdim, bu 3 tərəfli mələzdir. Bunun anası Sanənlə Hələbin mələzidir. Onun atası təmiz Mursiana idi. Anası mələz idi. Bunda 50% Mursiana, 25% Sanən, 25% Hələb qanı var. Fərqli bir rəngi var, fərqli bir forması var. İnşallah bundan da bu il bal alacağıq. İrəli, yəni önümüzdəki sezon deyək. Görək nətər olur. Ümumi olaraq bu qədər. Bu da bizim
Bu iki çəpişlərin dədəsi və təmiz, buna mən təmiz hələb deyirəm, yəni hər şeyindən. Qulağı, burnu, vidi, fasonu, görünüşü hələbdir də qardaş. Yəni indi bu həm şami deyirlər, çənəsi əyri. Bu mən onlara çox da əhəmiyyət vermirəm. İnşallah önümüzdəki videolarda, növbəti videolarda görüşərik. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Allah hər kəsin əziyyətinin qarşılığını versin. Allah bizləri bədnəzərdən qorusun, əziyyətimizin qarşılığını almağı nəsib eləsin, əziyyət çəkənlərin əziyyətlərini yerdə qoymasın inşallah. Allah'a əmanət.